Salam, hər vaxtınız xeyir olsun. Mən Ağayev Rəhəngiz Məmmədhüseyn qızı 2008-ci ildə ali şəxslər üçün sosial xidmət müəssisəsinə xadimə vəzifəsinə qəbul olmuşam. Mən çalışım, fikrimi sizə çatdırım. Mən Mələk xanım haqqında danışmaq istəyirəm. Mələk xanımı Qocaer evinə gətirib qoyanda mən baxırdım ona. Bir müddət Mələk xanım xəstələndi, qulağında qızıl sırğası vardı. Mən qızıl sırğasını götürdüm, apardım, verdim Samirə xanıma. Dedim Samirə xanım, qızıl sırğanı sizə verirəm ki, sonra itbat olacaq, deyəcəksiniz ki, qızıl sırğa nə oldu? Ona görə gətirdim, verdim ki, sizdə qoqalsın. Dedi, yaxşı Rəngiz, mən bunu aktlaşdırıb qoyacağım Delasının arasına. Nəsə mən də arxayın oldum ki, müdürə vermişəm də. Bir müddət keçdi, Mələk xanım rəhmətə getdi. Yaxınları zəng elədi mənə, Rəhəngiz xanım, bəs qızıl sırğası nə oldu? Dedim, mən müdürə vermişəm. Dedim, müdürə zəng eləyim, müdür bizə cavab vermir. Sən bir müdürə yaxınlaşa bilərsən. Dedim, niyə bilmərəm, gedərəm. Nəsə yaxınlaşdım Samirə xanıma. Samirə xanım dedi ki, dedim Samirə xanım, bəs yaxınları zəng eləyib Mələk xanım ki, sırğanı soruşur. Dedi, siz ona nə dediniz? Dedim, ona dedim ki, mən Samirə xanıma vermişəm. Dedi, niyə dedin ki, Samirə xanıma vermişəm? Dedim, bəs kimə deyərdin vermişəm? Deyərdin ki, özümdədir. Dedim, özümdə olmuyor. Mən necə deyim özümdədir? Mən deyə bilmərəm axı Samirə xanım. Dedim, sən get, mən bu məsələni özüm həll edirəm. O üçün çıxdım oradan. Səhərisi işə gələndə yenə yaxınları zəng elədi mənə. Dedim, Rəngiz xanım, bəs biz karta görə narahat edirik səni. Dedim, nə kart? Pensiya kartına. Dedim, niyə? Dedi, Samirə xanım kartı boşaldıb verib bizə. Mən yenə də getdim Samirə xanımın yanına. Danışdım ki, Samirə xanım, bəs onlar deyirlər ki, kartı boş kart verib bizə. Leyla xanım da orada. Leyla xanım dedi, ola bilməz də. Kartda pul var idi. Çekləri gətirdi, mənə göstərdi ki, bu qədər biz onu çıxartmışıq, bu qədər kartda qalıb. Dedim, valla, mən heç nə bilmirəm. Kartda nə qədər qalıb, nə qədər çıxartmışsınız. Ancaq ki, faktiki onlar deyirlər, kartda heç nə yoxdur, boş kart veriblər. Dedi ki, mənə deyir, Samirə xanım, sən get, sonra yenə çağıraram səni. 2-3 gün keçdi, məni çağırdı yenə. Qızıl sırğanı almışdı. Mənə göstərdi ki, qızıl sırğanı almışam, adamla gələcək, verəcəyəm ona. Sənin başına yekə bir daş düşsün ki, sən niyə demişsən onlara? Dedim, bəs nə deyərdim Samirə xanım, olduğunu demişəm də. Bir müddət keçdi, məni gözüm çıxdıya saldı, məni yola vermədi, məni çox incitdi. Məni Mehdiyeva Samirə xanım bir gün otağına çağırdı, mənə dedi ki, sən mənim qabağıma şərt qoydu. Şərt qoydu ki, sən bizlə işləmək əgər istəyirsənsə, kar və kör olmalısan. Dedim ki, bizim sözümüzü iki eləməməlisən. Dedim, mən sizin şərtlərinizlə razılaşa bilmərəm. Dedi, onda sən Turdayeva elə bir şey vuracağım, səni hara getsən işə götürməyəcəklər. Mən də məcbur oldum, ərizəmi yazdım, öz xahişimlə işdən azad oldum. Mən qaynar xəttdən müraciət etdim, amma bir nəticə olmadı. Ümid edirəm ki, dövlət başçımız cənab prezident İlham Əliyev və vitse-prezidenti Mehriban xanım Əliyevə mənim bu söhbətim çatsa mənə köməklik eləyəcəklər. Məni öz işimə bərpa etsinlər.